Baxın, həyatda ən sevdiyim şeylərdən biri saç yumaq ola bilər, yatmaq ola bilər, çay içmək ola bilər. İndi çay çıxarsaq başqa bir şey də onun yerinə qoyula biləcək. Dizi izləmək ola bilər məsələn. Nə etmək istəyirsən? İlk 3 sıralamasında bunlar. İndi dedim boş durmayım. Bebo takımını eləyəcəm. Belə bir üst aldım. İndi bunu mənlə bərabər sınayacağıq. Dedim bu cinalar. Brylyok gedir, səhv eləmirəmsə. Brylyok ya da brylyok, nəysə ondan görüntüsü bir başqadır. Nasıl olmuşum bacım? Ha bu deniz taşıyacak. Ben de bir ispatçıyım. Geber da. Bakışlara bak, bakışlara nasıl? Neyse. McCoy reklam elədi. Şaka. Bayağı da bir həftə falan xəstəydim. Ona görə indi dedim, qalx, dur, dərs oxu. Yəni məktəbdən gəlib ancaq yatırdım, başımı qoyub yatırdım, ozur. Qafa gitti, qafa oldu 1500. Evet, prepositionları indi işləmə zamanı. Üç faiz öğretmen var. İnsan bir bakar yani. Kafa kaldı mı ki? Kardeşim bana İngilizce öğretir. Hansı? Bu. Barrow neyse onlar. Borrowed. Minimum. Ben burada intonla olduğunu düşünüyorum ama from da olabilir. They get choose the people. From. Cevapla. We are sitting in the kitchen. Şey var. Kitchen yoksa on the kitchen. Kitchen. Tomorrow. 25 tane var burada.
bir şey var. Lentin qutaranda danışa bilməm, o qədər elədim ki 2-3 saat yəni oturmuşam burada bunu eləyirəm və artıq ölürəm. Sabah 5-ci gündür və ən sevdiyim gün çünki evə gəldik. Sadəcə bir problem var. Tapanca kley yoxdur. 20-25 dənə daha var. Yetər. Ayağı və qolları yoxdur, fərqi nə vardısa, çünki hələ o qədər professional eləyə bilmirəm.